May ayının 24-də Rustavi şəhərində Dünya və Avropa çempionluğu uğrunda böyük döyüş gecəsi keçiriləcək. Belə ki, Rustavi İdman Sarayında beynəlxalq döyüş təşkilatı olan Imperium Championship ilk tədbirini keçirəcək. Imperium Championship 1 adı altında baş tutacaq gecədə Gürcüstanı təmsil edən 10 yerli idmançı, müxtəlif ölkələrdən gələn 10 xarici idmançı ilə qarşılaşacaq. Tədbirə dünya səviyyəsində tanınmış döyüş ustalarının və idman ictimaiyyətinin məşhur simaları qatılacaq. Gecənin qonaqları arasında əfsanəvi kikboksçu Zabit Səmədov, dünya və Avropa çempionu Alim Nəbiyev və digər tanınmış şəxslər olacaq. Gecənin əsas döyüşündə Gürcüstan və Türkiyəni təmsil edən peşəkar kikboks üzrə dünya çempionu Kenan Bayramov, Tacikistan təmsilçisi Abubakır Godirjonovla çempionluq kəməri uğrunda qarşılaşacaq. İkinci əsas döyüşdə isə Gürcüstan təmsilçisi Emil Xəlilov, Hollandiya idmançısı Sufyan Huli ilə peşəkar Avropa çempionluq kəməri uğrunda mübarizə aparacaq. Bildiğiniz kimi 24 May Imperium Championships ilk seriyasını keçiriləcək. Həmçinin bizim regionda Muay Thai, Kickboxing və MMA təşkilatlarının demək olar ki, ən yüksək təşkilatlardan biri olacaq. Və buradan regionumuzdan Nizat Əliyev, Özcan Ahmedov, Axtanbil Mehdiyev kimi idmançılarımız da burada bizlərini sınayacaqlar. Bu hal-hazırda bizim VIP biletlərimiz sürətdə satılmaqdadır. Hər birinizi bizim belə bir möhtəşəm bir döyüşlərimizi izləməyə dəvət edirəm. Buyurun, gəlin. Çox gözəl və çox yüksək səviyyəli bir döyüşlər keçiriləcək. Qeyd edək ki, biletləri +995 510 0041 11 telefon nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Məlumat üçün onu da bildirək ki, tədbirin baş sponsorluğunu Qardabanili iş adamı Nəriman Bayramov həyata keçirir. O, özünə məxsus Lunar Invest şirkəti vasitəsilə təşkilata dəstək göstərərək Gürcüstan idmanının inkişafı və gənc idmançıların beynəlxalq arenada tanınması üçün maddi və mənəvi töhfə verir.